Əgər Vaşinqton İran şahının varisi Rıza Pəhləvini Molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ prezidenti Donald Trump yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər. Bunu politoloq Elxan Şayınoğlu deyib. Ekspert bildirib ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb. Stat. Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan Molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbriz, Ərdəbil və Güney Azərbaycanın digər şəhərlərində səslənən Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir şüarlarının məntiqini ABŞ-nin siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan Güneylilərin səsini də eşitməlidir. İrandakı rejimin bu dəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var. Ancaq Çin şüşədən çıxıb son etirazlar göstərir ki, İranda geri dönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rıza Pəhləvinin İran əhalisinin 35%-in dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmin nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki İran əhalisi arasında siz Rıza Pəhləvini dəstəkləyirsinizmi sualı ilə sorğu keçirmək mümkün deyil. Buna baxmayaraq İranda Pəhləvi dövrünün həsrəti ilə yaşayanların varlığını özüm də müşahidə etmişəm. İllər öncə Tehranda olanda söhbət etdiyim yerli vətəndaşların bir qismi, o cümlədən taksi sürücülərinin Pəhləvi haqqında müsbət fikirlər söylədiyini dinləmişəm. Halbuki Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq. Qərbdə Molla rejiminin alternativi kimi Rıza Pəhləvini qəbul edirlər. O son dərəcə fəaldır. Statın sonu. Elxan Şayınoğlu xatırladıb ki, 2023-cü ildə İranda keçirilən etirazlarda da Rıza Pəhləvi fəallaşmışdı. Stat. O əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münxen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan Azərbaycanlılar üçün Rıza Pəhləvinin indiki Molla rejimindən fərqi yoxdur. Ona görə də Azərbaycanlılar Rıza Pəhləvinin hakimiyyətə qaytarılmasını istəmirlər. Rıza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdən qaçma meyillərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşahidə olunacağı, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq. Statın sonu. İran prezidenti Məsud Pezeşkiyan təhlükəsizlik qüvvələrini etirazçılarla toqquşmadan çəkinməyə çağırıb. Bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qayımpənah bildirib. Ölkə rəsmisi deyib ki, Məsud Pezeşkiyan 12 gündən çoxdur davam edən etirazlar zamanı milli təhlükəsizliyə ciddi təhdid olmadığı təqdirdə təhlükəsizlik qüvvələrinin maksimum təmkinlə hərəkət etməli olduğunu bəyan edib. Qayımpənah İran prezidentinin sözlərindən stat gətirib. Stat. Silahlı və bıçaqlı insanlar, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə hücum edənlər ixtişaşların təşkilatçıları hesab olunurlar. Təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyət təmin etməli və xalqın tələblərini dinləməlidirlər. Statın sonu. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.